Birinci, qəbulluq şərti qürbətən ilallah olmalıdır. İkinci də o əməli qoruyub saxlamaq. İki mühüm nöqtə də var. Bu iki mühüm nöqtəyə diqqət eləmək lazımdır. Nöqtənin biri əməllərin çoxluğu yox, əməllərin qəbulluğu şərtdir. Biri budur. İkinci məsələ də nədir? Əlində olan əməli saxlamaq. Hünər budur. Əlində olduğu əməli neynəsin, bəndə saxlaya bilsin. Əməl eləmisən, dua eləmisən, zikr eləmisən, namaz qılmısan, oruç tutmusan, hər nə eləmisən, o əməlləri saxlamaq nədir? Mühüm məsələdir. Birinci, qəbulluq şərti qürbətən ilallah olmalıdır. İkinci də o əməli qoruyub saxlamaq.